Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu son dəqiqə məlumat yayıb. Doğru Xəbər Azərbaycan bildirir ki, məlumatda deyilir: Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ baş verib. Bildirilib ki, 3,1 bal gücündə olan zəlzələ yerli vaxtla saat 07:49-da və 74 km dərinlikdə qeydə alınıb. Zəlzələrin Tədqiqatı Bürosunun məlumatına əsasən zəlzələ Quba stansiyasından 69 km şimal-şərqdə Xəzər dənizində baş verib. YouTube video hosting xidməti Belarusun dövlət kanallarını Belta, ONT və STV-ni ləğv edib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, bu haqda Belta məlumat yayıb. Agentlik bildirir ki, YouTube sanksiyalar bəhanəsi ilə bu addım atıb. Qeyd olunur ki, Belarus İnformasiya Nazirliyi bu qeyri-dost və əsassız addıma mənfi yanaşır və lazımi cavab tədbirləri görmək hüququnu özündə saxlayır.